Hamıya salam, kanalımıza xoş gəldiniz. Bugün Gəzən Beyinlərdə bizim qonağımız Bəyim Abbaszadedir. Salam Bəyim. Salam, əvvəla təşəkkür edirəm məni dəvət elədiyiniz üçün. Belə Ə, başlayaq. İlk öncə mən təşəkkür etmək istəyirəm ki, bizim dəvətimizi tərəddüdsüz şəkildə qəbul edin və Bəyim bizim müsahibə götürəcəyimiz ilk qonaqdır ki, Bilkənt Universitetində dövlət proqramı vasitəsilə təhsil alır. Düşünürəm ki, onun təcrübələri həqiqətən də dövlət proqramı ilə Bilkəntdə təhsil almaq istəyən tələbələr üçün xüsusilə çox maraqlı olacaq və ona görə də düşünürəm ki, müsahibəmizə keçə bilərik. İlk önce bizim vermək istədiyimiz sual budur ki, sən özünü tanıdardın, bəyim kimdir, xarici təhsilə necə başlayıb və s. Deməli, mən Bəyim Abbaszadə bu dəqiqə sən də vurğuladığın kimi dövlət proqramından Bilkəntdə təhsil alıram. Bu yola ən birinci təməl addımları 8-ci sinifdə atmışdım. İngilis dilinə hazırlaşmağa başlayaraq. Artıq sonrasında 10-cu sinifdən SAT-yə hazırlaşmağa başladım. Daha sonra TOEFL, sonra bəzi sosial aktivitelər, nə bilim, olimpiadalar, sertifikatlar, buraxılış imtahanları artıq hamısından irəlilədikcə əmin oldum ki, yəni mən ölkənin xaricinə də gedə bilərəm. Universitetlərdən də yəni bir yerdə çox inanırdım ki, qəbullarım gələcək və çox şükür ki, elə də oldu. Çox sağ ol. Bəs xaricdə təhsil almaq ideyası səndə ilk nə vaxt formalaşmışdı və bu necə yaranmışdı? İlk uşaqlıqdan bəri xaricə marağı olan bir uşaq idim. Balaca olanda birinci sinifdə ya da məktəbə qədərdir, bilmirəm. İngilis dil kitabımın üstündə xarici ölkələrin şəkilləri var idi. O həmişə göstərirdim ki, mən bura gedəcəm, mən ora gedəcəm. Amma daha sonra korona vaxtlarında artıq araşdırmağa başladım. Xaricdə oxuyan bəzi tələbələrin videolarına baxırdım. O vaxtda bu qədər çox videolar yox idi. Baxırdım. Onlara baxdıqca məndə çox belə qəribə bir motivasiya, bir maraq yaranırdı. Artıq ondan sonra da dedim ki, mən də istəyirəm, mən də gedim. Bizim məktəbdən gedənlər çox idi. Onlara baxırdım. Artıq belə-belə yavaş-yavaş mən də irəlilədim. Bizə təşəkkürlər. Məlum məsələdir ki, hər kəsi bu yolda digərlərindən fərqləndirən bəzi nüanslar var. Bəs səni digər tələbələrdən fərqləndirən nə idi? Məncə məni fərqləndirən ən əsas səbəb mənim marağım idi, motivasiyam idi. Çünki həmişə ümumiyyətcə mən bunu sonradan intervyularda da gördüm ki, qabaq tərəf bizi fərqləndirən nəticələrdən savayı bizi fərqləndirən bir motivasiya gözləyir. Və mən həqiqətən hiss edirdim ki, yəni mən çox istəyirəm və bunun üçün əlimdən gələni eləyirdim. Artıqlaması ilə çalışırdım ki, alınsın. Çox təşəkkürlər. İndi istəyərdim ki, daha çox biz hazırlaşma prosesi ilə davam eləyək müsahibəmizə. İstəyərdim imtahanlar və onların nəticələri haqqında ətraflı danışaq. Sən hansı imtahanlar götürmüşdün? Nəticələri nələr idi? Mən ilk öncə SAT ilə başladım. SAT-dən nəticəm 1460 idi. Daha sonra TOEFL-la davam elədim. TOEFL-dan 96 bal yığdım. Daha sonra buraxılış imtahanlarım var idi. 11-ci sinifdə 283 bal yığmışdım. 9-da 272 səhv eləmirəmsə. Bundan yanaşı çalışırdım ki, belə yarışmalarda, müsabiqələrdə, olimpiadalarda iştirak edeyim. Heç bir RFO ya da RIFİyə medalım yoxdur. Sadəcə belə bəzi xarici olimpiadalara falan qoşulmuşdum. Müsabiqələrdən esse müsabiqələrinə məni məktəb göndərdi tez-tez. Orada fərqlənmələrim var idi. Belə. Çox sağ ol. Ə, Bəs sən bu imtahanlara neçənci sinifdə hazırlaşmağa başlamışdın və tələbələr hansı sinifdə hazırlaşıb, hansı sinifdə nəticələrini artıq əldə etməlidirlər ki, onlar rahat müraciət etməyə başlaya bilsinlər? Mən fikirləşirəm ki, artıq 9-cu sinifdə buraxılış imtahanı verəndən sonra tələbələr
SAT-yə hazır bir şəkildə başlamalıdırlar. Çünki əksər hallarda əslində bizim hamımızın nəzərdə tutduğu bir müddət var ki, bu periodda hazırlaşacağam. Amma bu periodda bizim qabağımıza ummadığımız yerdən çətinliklər çıxa bilər, gözləmədiyimiz hallar baş verə bilər. Ona görə maksimum dərəcədə vaxtlarını geniş tutsalar onlar üçün də faydalı olar. Mən SAT-yə 10-cu sinifin əvvəlində başladım. Sadəcə ortada məndə yəni ummadığım yerlərdə ummadığım şeylər oldu deyə prosesim daha da uzandı. Amma mən şəxsən onu tövsiyə edərdim ki, yəni 9-cu sinifdə onlar əmin olsunlar ki, onların ingilis dil səviyyələri B2-dir. Artıq yəni hazırlaşmağa başlasınlar. Çox sağ ol. Mən sənin ummadığım yerdə ummadığım hadisələr baş verdi cümləndən çox razıyam. Eyni zamanda mənim də prosesimdə belə olduğu üçün imtahanlara deyə bilərik ki, yəni vaxtında başlamaq lazımdır ki, sonra deadline-ları qaçırmayaq və heç nə gec olmasın. İndi isə danışmaq istəyirəm daha çox sosial aktivlik hissəsindən. Bilirik ki, bakalavra müraciət edərkən xüsusilə bizim akademikdən əlavə sosial aktivitə hissəmiz olduqca vacibdir. Bu haqda biraz detallı danışa bilərsənmi ki, səndə hansı nəticələr var idi, tələbələrə nələr tövsiyə edə bilərsən, hansı məsəl üçün qurumlara qoşula bilərlər və s. Məndə biraz sosial aktivite hissəsi də biraz maraqlı idi. Biraz maraqlı bir proses oldu. Mən biraz məktəbə bir əslində çox da yox, biraz tez başladığıma görə mən bu Formula 1-dir, KOP-dur, onların heç birinə yaşım çatmırdı. Mənim artıq yaşım çatanda mən 11-ci sinifdə oxuyurdum. Ona görə imtahanlardan vaxtım olmadı getməyə. Mən çox tövsiyə edirəm ki, Formulaya, KOP-a, WUF keçirildi yaxın zamanda. Ümumiyyətlə event volunteerinqə önəm versinlər. Əllərinə keçən fürsətləri dəyərləndirsinlər. Bundan yanaşı mən məsələn bir könüllüdə bir məktəbli proqramına üzv idim ki, orada könüllü idim. Və bizdə ilk il idi o layihənin keçirildiyi pilot layihə idi. Və ilk ilində qoşulmuşdum. Ondan əvvəl məktəblilərin könüllü olacağı proqramlar daha az idi. Daha sonra Gənclər Evində üzv idim. Orada bəzi şeylərdə iştirak eləmişdim. Belə. Və bir şirkətdə bir aylıq intern kimi kömək eləmişdim. Belə, amma mən şəxsən event volunteerinqə çox tövsiyə eləyərdim. Və özüm iştirak elədiklərimdən də bir məktəblini tövsiyə eləyərdim. Çox sağ ol, çox təşəkkürlər. İndi isə belə bir sualımız var ki, sənin bu hazırlaşma prosesində ən çox etdiyin səhv nə idi? Mənim ən çox etdiyim səhv ümumiyyətcə məncə çoxumuza aşılanan bir şeydir bu. Çox oxumaqla düzgün oxumağı bərabər tuturuq. Əslində çox oxumaq, xüsusilə də SAT kimi proqramlarda çox oxumaq bizi produktiv oxumaqdan çox uzağa sala bilər. Məsələn, məndə bir hardasa 6 ay müddətində falan belə bir hal baş verdi və mən çox sonradan fərqinə vardım ki, mən əslində düzgün eləmirəm. Yəni SAT elə bir şeydir ki, sənin əsas olan analitik düşüncəndir və saatlarla oturub eyni PDF-lərə baxdıqca burada artan bir şey olmur. Elə oxumaq lazımdır ki, sən yavaş-yavaş o qabiliyyətin formalaşsın. Və bizə həmişə deyiblər ki, çox oxuyun, çox oxuyanda yəni bəhrəsini görürsüz. Amma əslində çoxdansa mən produktiv oxumağı çox tövsiyə edirəm və məncə abituriyentlərə, tələbələrə bu çox önəmlidir ki, bu qabiliyyəti özlərində formalaşdıra bilsinlər. Çox sağ ol. Mən də çox razıyam sənin bu fikrindən. İndi isə düşünürəm ki, müraciət prosesi hissəsinə keçə bilərik. Mən istəyərdim ki, sən müraciət etdiyin universitetlər haqqında ətraflı məlumat verəsən ki, hansı universitetlərə müraciət etdin, hansı təqaüd proqramları bunlara daxil idi, fakültəni və s. Deməli mən dövlət proqramı ilə Bilkənt İqtisadiyyata başvurdum. Dövlət proqramında elədik ki, əvvəlcədən universitetdən biz qəbul sənədini alırıq. Əvvəl Bilkəndə iqtisadiyyat üzrə qəbul aldım, sonra dövlət proqramına başvurdum. Daha sonra Türkiyə burslarına başvurdum. Orada zaten 12 dənə universitet yazırıq. Və ODTÜ-yə ayrıcılıqda başvurdum. Başqa heç bir universitetə başvurmadım.
Hamısından qəbulum gəldi. Dövlət proqramını qazandım. Türkiyə bursları ilə Ankara Universiteti Biznesin İdarə Edilməsi fakültəsinə qəbul oldum. ODTÜ-də də Biznesin İdarə Edilməsi fakültəsinə qəbul oldum. Ən sonda seçimim dövlət proqramı ilə Bilkənt İqtisadiyyat oldu. Bir daha təbrik edirik səni bu təqaüdləri və qazanmağın və universitetlərdən qəbul olmağın münasibətilə. İndi vermək istədiyim sual isə daha çox yazdığımız motivasiya məktubu haqqındadır. Bildiyimiz kimi həm bakalavrda, həm magistrda yazdığımız motivasiya məktubu böyük önəm daşıyır. Sənin motivasiya məktubun necə idi? Hansı nüansları vurğulamışdın və tələbələrə nələr tövsiyə edə bilərsən? Mən ümumilikdə 2 dənə motivasiya məktubu yazmışam. Birini Bilkənt üçün yazmışam. Bilkənt üçün yazdığım akademik bir motivasiya məktubu idi. Tamamilə uğurlarımdan, qabiliyyətlərimdən və bacardıqlarımdan danışan bir məktub idi. Türkiyə bursları üçün yazdığım məktub mənim ən çox efor sərf elədiyim şeylərdən biri idi. Yəni bir gün, 2 gün vaxt xərclədim mən onu yazmaq üçün və axıcı hekayə tipli bir motivasiya məktubu yazmışdım. Ə, Tamamilə yəni məndən danışan bir hekayə ilə başlayıb, daha sonra mənim qazandıqlarımı, uğurlarımı, bacarıqlarımı vurğulayıb, ən sonda da motivasiyamı, istəyimi, inamımı belə açıq-aydın şəkildə vurğulayan və istəyən bir motivasiya məktubu yazmışdım. Çox sağ ol. Ə, Bəs motivasiya məktubundan əlavə olaraq universitetə müraciət edərkən hər hansısa bir müsahibə mərhələsi keçirildi? Yox, məndə universitetlərdə müsahibə olmayıb. Dövlət proqramı ilə YTB-də müsahibə olubdu. Tamam. O zaman biz təqaüdlər haqqında indi danışanda bunları qeyd edərik. Bildiyimiz kimi qeyd elədik ki, sən dövlət proqramı ilə Bilkənt İqtisadiyyat və Türkiyə bursları ilə Ankara Universiteti biznesin idarə olunmasına qəbul olunmusan. İstəyərdim ki, bu təqaüdlərə yəni müraciət prosesində, yəni keçdiyin yoldan danışasan. Və məsəl üçün dövlət proqramı və Türkiyə burslarını müqayisə etsək, aralarında hansı fərq var idi? Aha, deməli dövlət proqramı ilə Türkiyə burslarının ümumiyyətcə ə, bəlkə bilməyənlər üçün Türkiyə bursları Türkiyənin dövlət təqaüdüdür. Dövlət proqramı isə Azərbaycanın dövlət xəttidir. Hansı ki, hər il yüzlərlə gəncimiz gedir təhsil alır. Tamamilə bir-birindən fərqli məncə sistemlərdir. Yəni dövlət proqramı əvvəla sənəd qəbulundan keçən hər kəsi müsahibəyə dəvət eləyir. Daha sonra müsahibədən sonra 50 ballıq şkala üzərindən 40 balı keçən tələbələri götürür. Dövlət proqramının müsahibəsi məndə uzun keçmişdi. Tamamilə fərqli suallar verilmişdi mənə Türkiyə burslarına baxanda. Və məncə dövlət proqramında sənin özünü təqdim eləməyin də çox önəmlidir ballara əlavə olaraq. Belə Türkiyə burslarında isə bir mərhələ sən sənədlərini verəndə olur. Orada bəzi uşaqları artıq kəsirlər və qalanları müsahibəyə dəvət edirlər. Daha sonra müsahibədə də eyni cür olur. Bəzi uşaqları kəsirlər, qalanları qalib eləyirlər. Və YTB-də 2 cür təqaüd uda bilirsən. Başarı bursu, bir də üstün başarı bursu. Üstün başarıda fərqlənən tək şey aylıq verilən pulun miqdarı olur. Mənə üstün başarı gəlmişdi. Ümumiyyətcə qarşıladıqları şeylərə baxanda da YTB məsələn illiyinizi ödəyir, yataqxana özü verir, onun dediyi yataqxanada qalırsınız və aylıq bir miqdarda pul verir. Dövlət proqramı isə sizin illiyinizi ödəyir və illik bir məbləğ verir, yəni aylıq bir məbləğ verir, amma bizə məsələn onlar illik şəklində gəlib çatır. Belə aralarındakı fərqlər bunlardır. Türkiyə bursları məsələn bir dəfə ilk gedişində və 4 ilin sonunda son gəlişində biletləri qarşılayır. Dövlət proqramı bizə hər il gediş və gəlişimizi qarşılayır. Aralarında belə fərqlər var.
Çox sağ ol. İndi isə istəyərdim dövlət proqramının müsahibəsi haqqında danışaq. Sən qeyd elədin ki, sənin müsahibən biraz daha uzun çəkmişdi. Bəs bu müsahibədə necə tipli suallar soruşuldu? Onların eşitməyi istədiyi belə deyək cavablar hansılar idi və səni fərqləndirən cavablar nələr idi? Aha, deməli, dövlət proqramı müsahibəsində əvvəla mən müsahibələrin keçildiyi ilk gün girmişdim. Yəni mən özümdən qabaq girən bakalavr tapa bilmədim. İlk saatda mənimki idi. Ona görə biraz suallardan da çəkinirdim ki, birdən təzə suallar falan verərlər. Girdim, oturdum. Səsim batmışdı həyəcandan. Dedilər ki, biraz bərkdən danış. Biraz orada məsələn neqativ bir şeydir əslində o yaxşı bir şey deyil. Ə, Ona görə uşaqlara məsləhətim olar ki, gedəndə öz güvənli girin otağa. Sonrasında özümü topladım, artıq danışmağa başladım. Əsas verdikləri suallar dövlət proqramı müsahibəsində məndə orada ümumiyyətcə 3 nəfər oturur. Məndə biri dövlət proqramının rəhbəri idi, biri Neft Fondunun nümayəndəsi idi, biri də ixtisasım üzrə mütəxəssis idi. Əvvəla ixtisasım üzrə mütəxəssis iqtisadiyyatla bağlı suallar verməyə başladı. Basic terminləri soruşdu. Türkiyə iqtisadiyyatını, Azərbaycan iqtisadiyyatını, gələcəkdə hansı iqtisadiyyatın hansı qoluna yönəlmək istədiyimi, belə daha yəni səthi suallar idi. Mən daha dərin olacağını fikirləşirdim. Daha sonra dövlət proqramının rəhbəri mənim CV-mdən sual verdilər. Ümumiyyətcə CV-mdən çox sual gəldi. Aldığım sertifikatlardan, Coursera-dan sertifikatlarım var idi xarici universitetlərdən. O sertifikatlardan çox sual verdilər. Daha sonra bir sual gəldi ki, məsələn, yaşlıların arasında bir problemi həll edəsən bu nə olardı falan. Belə suallar verdilər. Mənim müsahibəm, yəni saata baxmamışdım girəndə, amma mənə yəni ora yarım saat kimi gəldi. Böyük ehtimalda elə bir şey idi. Yəni çünki çöldə valideynlərim gözləyirdi məni. Təxmini yarım saat çəkdi. Yəni mənə uzun gəldi. Çünki dövlət proqramı, YTB müsahibəsi qısa çəkmişdi. Mən dedim ki, yəqin bu da elə olar. Belə ümumiyyətcə məncə Azərbaycana qayıtmağa da yönəlik suallar vermişdilər. Yəni qayıtmaq istəyirsənmi, qayıdıb nə iş görəcəksən, nələr eləmək planların var. Yəni onu məncə vurğulayırlar. Yəni mənim müsahibəmdə o çox vurğulanmışdı. Və iqtisadiyyatın hansı qoluna yönələcəyim sualını 2 dəfə verdilər. Yəni eyni sualı. Daha sonra CV-niz, yəni məncə öz CV-nə hakim olmaq çox önəmlidir. Məndən çünki məsələn bir kursumun neçə saat ya da neçə modul olduğunu soruşmuşlar. Mənə o sual çox qəribə gəlmişdi və mən o kursu hardasa müsahibədən 1 il 6 ay qabaq götürmüşdüm. Ona görə mən qaldım ki, belə yəni mən nə cavab verim dedim, tam yadımda deyil, amma təxmini bir rəqəm söylədim. Sonra gördüm ki, yaxın bir şey söyləmişəm. Belə məncə yəni öz CV-nə hakim olmaq önəmlidir və özünü özgüvənli şəkildə təqdim eləmək və məncə mən onlara bir dənə suala cavab olaraq dedim ki, mən məsələn bu qədər tədbirlərdə iştirak eləyərək, bu qədər sertifikatlar yığaraq, bu qədər sosial olaraq tək özümü məsələn uşaq kimi yox, artıq cəmiyyətin bir fərdi kimi hiss eləyirdim. Və mən təxmin edirəm ki, məsələn o cavab onlara pozitiv təsir bağışladı. Çünki onlar dönə-dönə soruşdular ki, sən indiyə qədər həyatında tək qalmamısan, sən orada necə qalacaqsan? Mən dedim ki, məsələn mən sosial biriyəm, tez insanlarla ünsiyyətə keçən biriyəm. Yəni mənə o qədər də çətin olmaz. Çox sağ ol. Onda belə başa düşə bilərik ki, dövlət proqramının müsahibəsindən bizdən daha çox, yəni biraz daha geniş düşünməyimizi, biraz yaşımızdan daha böyük düşünməyimizi istəyirlər və daha konkret olmağımızı. Çünki əvvəl də dövlət proqramını qazanmış tələbələrlə etdiyim müsahibələrdən görürəm ki, misal üçün bakalavra müraciət edən birisi sanki magistra müraciət edirmiş kimi davranmalıdır. Sanki müsahibədə magistr, PhD kimi bəlkə də. Sanki onların istədiyi də elə budur. Ə, Ona görə ətraflı məlumat verdin. Təşəkkürlər. Ümid edirəm ki, tələbələr üçün olduqca faydalı olacaq. Digər vermək istədiyimiz sual isə budur ki, bəs Türkiyə burslarının müsahibəsi səndə necə olmuşdu? Türkiyə burslarının müsahibəsi məncə daha
maraqlı bir müsahibə idi. Çünki qısa keçdi. 15 dəqiqə falan çəkdi, çəkmədi. Ə, Tək adam idi, tək nəfər idi. Getdim, oturdum, hər şeydən danışdıq. Yəni şeir dediyim yadımdadır. Ə, Çox maraqlı bir müsahibə idi həqiqətən. Bizə demişlər papka gətirin, sertifikatlarınız olan. Apardım, açdılar, vərəqlədilər, baxdılar. ODTÜ-dən sertifikatım var idi. Dayandılar, ona baxdılar filan. Ə, Hər şeydən sual verdilər. Məsələn, orada sistemə doldurduğum məlumatlardan, valideynlərimdən, ailəmdən çox gözləmədiyim suallar verdilər. Təbii ki, tipik suallar da verdilər. Niyə bu universitetə, niyə birinci yerə bunu yazmısan məsələn? Niyə Türkiyə burslarına müraciət edirsən? Niyə Türkiyəni istəyirsən? Falan. Sonra Türkiyə ədəbiyyatından soruşdular, nəyi oxumusan? Kimləri tanıyırsan? Şairlərimizi tanıyırsanmı? Hansı şeirini bilirsən? Falan. Belə hər tərəfli bir müsahibə idi. Çox sağ ol. Mən də elə burada onu qeyd etmək istəyirəm ki, mən özüm də həm dövlət proqramının müsahibəsinə getmişdim, həm də Türkiyə burslarının müsahibəsində olmuşam. Sanki mənim beynimdə onları ayıran fərq budur ki, Türkiyə bursları sanki misal üçün bakalavrda hazırlaşan bir tələbə üçün ondakı işığı axtarır. Əgər onda bir işıq görsə, ona təqaüd verir. Ancaq dövlət proqramında sanki o işığı tapmaqları kifayət etmir. Eyni şəkildə sən çox bilgili olmalısan. Bilmirəm, razı olarsanmı? Mən bunu beynimdə belə ayırıram. Əslində düz deyirsən, dövlət proqramı tərəfində razıyam. Türkiyə burslarında da razıyam. Sadəcə məncə Türkiyə burslarında bəzən çox qəribə hallarla qarşılaşma olur. Həm müsahibədə, həm də daha sonra yerləşdirmədə. Zaten məncə Türkiyə bursları ilə razı olmayan, yəni Türkiyə burslarından razı qalmayan uşaqların əsas səbəbi odur ki, universitetdə gəlir qəbul eləyir. Universitetdə o 12 universitet arasından elə yerə salır ki, insan o birinci, ikinci yazdığı yerə əsas fokuslanır, gəlir daha aşağı yerə düşür. Məncə problem ordadır. Türkiyə burslarında. Bir də rəqabət çoxdur. Məsələn, mənim fakültəmdə o qədər deyildi, amma tipçilərdə, diş oxumaq istəyənlərdə falan çox yüksək rəqabət var idi. Bəli, razıyam. Bir daha təşəkkürlər ətraflı cavab verdiyin üçün. İndi düşünürəm ki, biz gözləmə və qəbul anını yaşamağa belə deyək, fokuslana bilərik. Cavabları gözləmək sənin üçün necə bir hiss idi? Cavabları gözləmə prosesi məncə hazırlaşmaqdan, imtahan verməkdən falan daha mental olaraq yorucu bir prosesdir. Çünki hər şey bitir, illərlə hazırlaşırsan, illərlə məşğul olursan, gəlirsən gözləmə vaxtına bir an boşluğa düşürsən və yəni hər telefona mesaj gələndə telefonu qaldırırsan ki, görəsən cavablar mı çıxdı. Cavabların çıxmaq vaxtına gələk. Dövlət proqramının cavablarının çıxmağından danışacağam. Çünki məndə əsas o idi. Yəni mən ilk o çıxdı YTV-dən qabaq. Artıq ODTÜ çıxmışdı səhv eləmirəmsə dövlət proqramı çıxanda. Deməli dövlət proqramı cavabı çıxan gün telefonuma SMS gəldi. Girdim, gördüm ki, deyir ki, portala baxın. Girdim portala, gördüm ki, gəlib. Deyir ki, təbrik edirik, siz seçilmisiniz falan. Belə bir uzun bir mesaj var. Qrupa girirəm, dövlət proqramının böyük qrupları var, bəlkə sən də bilərsən. 1000 nəfərin arasında, yəni bir dənə qrupa mesaj yazan yoxdur. Mən dedim ki, yəqin ki, nəsə burada səhvlik var. Anam yanımdaydı. Dedim ki, mama, hələ sevinmə. Bəlkə səhvdir, bəlkə nəsə problem var ortada. Niyə heç kəsə gəlmir? Mən elə bildim hamı da eyni vaxtda çıxır. Sonra özümdən böyük olan dövlət proqramını oxuyanlara atdım ki, qəbul mesajı belə olur. Sonra qrupa yazdım. Qrupda da gözlədim ki, yəni məndən başqa bəlkə biri çıxar. Bir neçə dəqiqə çıxmadı heç kəs. Sonra xaricdə təhsil yəni xaricdə təhsil şirkətindən olan mənim sənədlərimi kömək edən şəxsə atdım. O dedi ki, qəbul olunmusunuz. Ondan sonra artıq mən sevinməyə, orada artıq
emosiyalaşmağa, orada artıq qəbullanmağa başladım ki, mən qəbul olmuşam. Daha sonra zaten qrupa da atdılar, başqalarına da gəlməyə başladı mesajlar. Yəni mənim tanıdığım ilk mən idim, yəni o qrupda da ilk mən idim cavab gələn deyə. Mən onda hələ tam şokdaydım, sonrasında artıq qəbullanmağa başladım. İşte oradan sonra başladı belə emosionallaşmaq, sevinmək falan. Çox sağ ol. Elə mən də xatırlayıram. Biz səninlə dövlət proqramının həmin o bütün tələbələr olan eyni qrupdaydıq və düşünürəm ki, keçən il ilk bəyimə gəlmişdim təqaüdü qazandığının cavabı və biz yazışırdıq arxa planda ki, bəyim bəs mənə gəlmədi, necə olacaq filan. Və indi bəyim danışır, öz danışdıqca mən bir daha sevinirəm sənin adına. Həqiqətən həmin bir il əvvəlki ilin həyəcanını xatırlayıram. Bir daha təşəkkürlər. İndi isə belə bir sual vermək istəyirik ki, sən seçimi etdin Bilkənt, ODTÜ və Ankara Universiteti arasından. Bu üç universitet arasından niyə məsəl üçün məhz Bilkənt seçdin və məsəl üçün indi Bilkəntə müraciət etmək istəyən tələbələr haqqında tələbələrə Bilkənt haqqında nə deyə bilərsən ki, Bilkəntdə bu var və siz mütləq Bilkənt seçməlisiniz. Deməli mən ODTÜ, Bilkənt, Ankara Universiteti arasında seçim elədim. Ümumiyyətcə mən Bilkəntə qərar verəndə bizə dövlət proqramının cavabı açıqlandı. Mən artıq Bilkəntə bilet almalı idim və qərar verməli idim ki, mən gedirəm. Və mən bu qərarı verəndə hələ YTB-nin cavabı açıqlamamışdı. Və mən gözləyirdim ki, mən YTB-də ilk yerə ODTÜ yazmışdım, ikinci yerə Boğaziçi yazmışdım. O ikisindən birinə düşəcək. Ankara Universiteti mənim üçün aşağı, daha aşağıda 3-də ya da 4-də yazmışdım. Mən artıq qərar verəndə onu gözə aldım ki, YTB ilə ODTÜ də gəlsə, YTB ilə Boğaziçi də gəlsə, yəni mən Bilkənt'i seçirəm. Və bu həqiqətən yorucudur. Çünki əlində olan bir cavabla seçim eləmək var, bir də ehtimal olan bir cavabla seçim eləmək var. Amma mən seçdim, yəni ODTÜ-nü də bəyənirdim, amma daha sonra baxanda gördüm ki, yəni infrastruktur olaraq özəl universitetin verdiyi infrastruktur dövlət universiteti ilə eyni olmur. ODTÜ düzdür, çox köklü bir universitetdir. Yəni mən özüm ODTÜ-nü çox bəyənən birisiyəm, amma yəni o nöqtədə tamamilə müqayisə olaraq baxırdım. Ə, Həm də ki, dövlət proqramı deyə bir plus var idi orada. Yəni bir də fakültə olaraq baxırdım. İqtisadiyyatmı, biznesmi? Özün də bilərsən, biznes oxuyanlara çox böyük bir ön yarğı var, hansı ki, heç tərəfdarı deyiləm. Amma artıq o nöqtədə Bilkənt iqtisadiyyatın məni yönləndirə biləcəyi yerlərə baxırdım. Məzunlarının işlədiyi yerlərə, tələbələrin qazandığı fürsətlərə, Erasmusa, daha sonra staj fürsətlərini, hər şeyi nəzərə alaraq Bilkəntə qərar verdim. Sonra YTB-nin cavabı açıqlandı. Açıqlananda gördüm ki, yaxşı ki Bilkənt seçmişəm. Çünki heç ODTÜ Boğaziçi də gəlmədi YTB ilə. Ankara Universiteti gəldi. Ankara Universitetini açıq desəm çox araşdırmamışam. Ümumiyyətcə biraz da yəni mənim üçün Türkiyə deyiləndə Koç, Bilkənt özəllərdən, dövlətlərdən ODTÜ, Boğaziçi, mühəndislər üçün İTÜ, Yıldız Teknik falan belə universitetlər ağlıma gəlirdi. Bir də akademik heyətə baxırdım və ODTÜ daha çox mühəndislik yönümlü bir universitet olduğundan daha sonra artıq Bilkəntdə qərar qıldım. Ümumiyyətcə Bilkəntə gələnlərə bir tövsiyə ver desən, ümumiyyətcə Bilkənt Türkiyədə məncə Türkiyədə oxumağa qərar vermisinizsə, çox yaxşı bir universitetdir. İnfrastruktur baxımından, təhsil baxımından, akademik heyət baxımından çox güclü bir universitetdir. Mən həmişə deyirəm, Bilkənt işçi kütləsi yetişdirmir. Bilkənt akademisyenlər yetişdirir. Həqiqətən sizi akademisyen ola biləcək səviyyəyə çatdırır. Amma bunu da nəzərə alın ki, yəni çox çətin bir universitetdir, həqiqətən. Dərsləri çətin bir universitetdir. Yəni yuxusuz gecələrə hazır olunmağı lazım olan bir universitetdir. Amma yenə də dəyərmi desəz, dəyər. Yəni əgər Türkiyədə oxumaq istəyirsinizsə, dəyər. Çünki həqiqətən verdiyi təhsil çox yüksəkdir və çox keyfiyyətlidir. Plus da ki, məsələn,
digər şeylərə baxsaq, çox qəşəng kampüsümüz var, çox qəşəng kitabxanamız var. Belə-belə şeylər var, amma yenə də deyirəm, yorucudur və mən həmişə kimsə mənə çətindir deyəndə deyirdim ki, yəni oxuyana çətin olmaz deyilən bir şey var. Olur, dostlar, olur. Yəni sən də ODTÜ-də oxuyarsan, sən də bilərsən. Çətindir yəni. Çox sağ ol. Həqiqətən razıyam. Xüsusilə beynimdə belə bir şüar var ki, sanki Ankara'da yerləşən universitetlərin çətinlik səviyyəsi biraz daha yuxarıdır. Onun üçün Ankara'ya gələnlər hazır olsunlar. İndi isə vermək istədiyim sual budur ki, e, bu prosesdə səni belə deyək, ən çox qərar verməkdə çətinliyə belə salan, düşündürən sual nə idi ki, artıq misal üçün bir kəndə çatdın və bu belə deyək fikirlər beynindən silindi. Mən fikirləşirdim ki, görəsən peşman olacağammı? Yəni mənim beynimdəki əsas fikir o idi. Görəsən peşman olacağammı və həmişə fikirləşirdim ki, görəsən bir il sonra, bir də universiteti bitirəndən sonra mənə soruşsalar ki, təzə nə qərar verərdimmi? Verərəm deyərəm. Mən bu sualı çox fikirləşirdim. Ə, Universiteti bitirəndən sonra bilmirəm. Bu dəqiqə soruşsalar ki, təzədən bu variantların arasından Bilkənt'i seçərdimmi? Seçərdim. Çünki Bilkənt mənə çox şey qatdı, məni çox böyütdü. Plus da ki, yəni akademik olaraq da çox inkişaf elətdirdi. Yəni həqiqətən mən bu dəqiqə baxanda, yəni öyrəndiklərimi görə bilirəm. Öyrəndiklərimdən yanaşı Bilkənt yəni tamamilə qabiliyyət formalaşdıra bilən bir universitetdir. Yəni dərsləri də elə keçirlər ki, yəni tamamilə siz hiss edirsiniz ki, burada bir şey yaranmalıdır. Bir məntiq formalaşmalıdır, bir qabiliyyət formalaşmalıdır ki, siz o dərslərin və imtahanların öhdəsindən gələ biləsiniz. Çünki qətiyyən əzbərə dayalı bir sistem deyil. Yəni əzbərdən əlavə olaraq, yəni məntiqini başa düşmədiyin heç nəyə yaza bilmirsən. Çox sağ ol, çox təşəkkürlər. İndi istəyərdim ki, müsahibəmizə daha çox ixtisas seçimi və sənin Bilkəntdə bu bir il ərzində gördüyün təsirdən davam eləyək. İlk öncə, niyə bu ixtisas seçdiyinə danışardın? Aha, deməli, ümumiyyətlə uşaqlıqdan bəri ə, riyaziyyatı çox sevən bir uşaq olmuşam. Bununla yanaşı artıq böyüdükcə, yəni görürdüm ki, yəni mən özümü stabil bir işdə görmürəm. Yəni necə deyim, stabil bir iş. Məsələn də illərlə bir nöqtədə, bir mövqedə qalacaq bir şəkildə yox, hər hansısa bir şirkətin içində daim inkişaf eləyərək yeniliklərlə artıq və yüksək, yəni necə deyim, idarəedici rollarda və daim inkişaf edərək, yeni şeylər sınayaraq, yəni belə bir işdə gördüm, belə bir şey xəyal eləyirdim. Təbii ki, biz balaca olanda peşələri müəllimə, həkim belə öyrənirdik. İqtisadiyyat sonradan araşdırdığım və marağımın yarandığı bir sahədir. Hansı ki, özündə təməl olaraq analitik düşüncə və riyaziyyat təfəkkürü birləşdirir. Bir şeyləri analiz eləmək, qurmaq, fərqli tərəfdən baxmaq, iqtisadi bir görüşlə yaxınlaşmaq mənim əvvəlcədən qıraqdan baxanda marağımın yarandığı bir şeydir. Artıq bu işi gördükcə, bu yenilikləri öyrəndikcə, bu məlumatları aldıqca və istifadə elədikcə həqiqətən düzgün seçim elədiyimin fərqinə vardığım bir şeydir. Yəni ona görə iqtisadiyyat həm də çox yönümlü bir sahədir, çox qolludur və sizə hər cür fürsət verir. Məncə bunun üçün belə seçilməyə dəyər idi mənə görə, yəni mənim öz gələcək planlarıma əsasən. Bununla yanaşı həqiqətən mən çox fikirləşdim ki, görəcəyim iş xarakterimə uyğun olsun, bacarıqlarıma uyğun olsun. Bir şeyi çox görmək istəyirsən, amma o sənin bacarıqlarınla örtüşməlidir. Daha sonra öz dərslərimə belə yanaşma şəklimə baxırdım ki, mən sabah yəni məsələlərə, problemlərə necə yanaşıram, dərslərə necə yanaşıram, suallara necə yanaşıram. Sabah iqtisadiyyata aid şeylərə baxırdım, nə bilim, kurslardakı mövzulara baxırdım. Deyirdim ki, mən bunu sabah qavraya biləcəmmi, bu işi görə biləcəmmi? İqtisadiyyat oxuyan çox insanların məzun
olandan sonra işlədikləri yerləri araşdırmışam, nə iş görürlər. Yəni və görürdüm ki, fərqli-fərqli işlərdə işləyə bilirlər. İxtisaslarından çox əlaqəsiz yerlərdə yox, sadəcə iqtisadiyyatın o qədər qolu var ki, yəni hər tərəfə yönlənə bilərsən. E, Bilkəntin iqtisadiyyat kurikulumu elədir ki, sizə hər semestr, ilk semestrdə da daha az olaraq gedərək arta-arta elektiv dərslər götürmək imkanı verir və bu dərslərlə siz istədiyiniz tərəfə inkişaf edə bilərsiniz. Yəni istədiyiniz qola yönlənib orada özünüzü qaldıra bilərsiniz və hər tərəfdə necə deyim, bu elektiv olan dərslər belə güclü müəllimlər tərəfindən tədris olunur. Düzdür, bizim başqa elektivlərimiz də var. Nə bilim, art elektiv, nə bilim, başqa social science elektiv falan. Amma bunlardan yanaşı bizim daha çox economics elektivlərimiz var. Hansı ki, bunlar yəni şans yaradır ki, sən iqtisadiyyatın hansı qoluna yönəlmək istəyirsən, sənə hansı tərəfə maraqlı gəlir. Ona görə yəni mən həqiqətən Bilkəntin iqtisadiyyat kurikulumunu çox bəyənirəm. Çünki yəni hər tərəfdən inkişaf elətdirməyə çalışır, sənə seçimlər tanıyır. Deyir ki, yəni sən öz gedəcəyin yolu özün qərar ver. Çünki bizim başladığımız yol universitet seçimimizlə bitmir. Bu proses şəkillənir, dəyişilir. Dərslərə girdikcə fikrimiz də dəyişilə bilər. Marağımız tamam tanımadığımız bir qola tərəf, sahəyə tərəf marağımız arta bilər. Ona görə yəni həqiqətən dərslərimiz də bu şəkildədir. Dərslərimiz də daha çox bizdə necə deyim, bayaq da vurğuladığım kimi əsla əzbərə dayalı bir sistem deyil. Yəni əsas burada məntiqi tutmaq, qabiliyyəti mənimsəmək və daha sonra analiz eləyə bilmək, analitik düşünə bilmək və dərindən öyrənə bilməkdir təməl olan şeylər. Çox sağ ol. Həqiqətən çox ətraflı məlumat verdin. İndi isə belə bir sual vermək istəyirəm ki, düzdür, çətinlik anlayışı hamımıza görə fərqlənir. Birimizə asan gələn digərimizə çətin gələ bilər və yaxud da tam tərsi. Ancaq Bilkəntdə sənin qarşılaşdığın, bu dərslərdə qarşılaşdığın ən böyük çətinlik nələr idi və bu tələbələr özlərini nələrə hazırlamalı idilər? Hı hı. Deməli, ilk getdiyimiz vaxtlar, ilk dərsdən başladı bir neçə gün zaten adaptasiya olursunuz. Çünki nə qədər ingilis dilimiz yaxşı olsa da hamımız gedəndə, ora gedirsiniz, səhər saat 8:30-dan axşam saat 17:30-a qədər ingilis dili eşidirsiniz və bir nöqtədən sonra artıq yəni beyin eşitdiyi sözü algılamır. Amma bu bir neçə günə keçdi, yəni məndə ən azından belə oldu. Daha sonra dərslərdəki ən böyük qarşılaşdığım çətinlik bəlkə şey ola bilər. Leksiyalarda otaqda çox adam olursunuz və e, mən məsələn sosial biriyəm, ünsiyyətçi biriyəm, amma məsələn mən belə suallarımı verməyə çox çəkinirdim. Buna görə burdan sonra artıq qalır iş sizin üstünüzə. Gedirsiniz özünüz oxuyursunuz. Zaten self study universitet həyatını elə abituriyentlik vaxtı da tələbəlik vaxtı da ən önəmli şeylərdən biridir və abituriyent vaxtı bunu özünüzdə gəlişdirməyibsinizsə belə, yəni bu universitetlər sizə onu zaten öyrədəcək. Çünki başqa şansınız olmur. Çünki universitet dərsləri elədir ki, yəni həmişə self study-yə yer qoyur. Yəni həmişə ona yer qoyur. Dərsə qulaq asmağınızdan əlavə onu da eləməlisiniz. Çünki gəlir imtahanlar elə vaxta düşür, dalbadal olur, dərslər elə olur ki, yəni siz özünüz oxumalısınız, bəzi şeyləri okeyləməlisiniz, ya dərsdə başa düşmürsünüzsə təzədən baxmalısınız, dərsdəkinə də əlavə olaraq baxmalısınız. Dərsə qulaq asdınız, not götürdünüz, gəlib burada videoya baxıb, ChatGPT-yə atıb təzədən bu şeyə PDF-ə baxmalısan, dərsi anlamalısan. Yəni self study-yə yer qalır, amma self study-yə yer qalmağı dərslərin pis keçirdiyi mənasına qətiyyən gəlmir. Sadəcə dərslər elədir ki, yəni bunları, bu bacarıqları özünüzdə yarada bilməyiniz üçün davamlı olaraq sizə üstündə işləmək lazımdır. Ya, mən çox razıyam sənin fikirlərindən və bir daha təşəkkürlər. Növbəti sual isə ondan ibarətdir ki, dərslər nəzəriyyəyəmi yoxsa praktikaya mı daha çox əsaslanır və yaxud da balanslıdırmı bu? Bilkəntdə mən deyərdim ki, yəni bizim fakültədə, bizim ixtisasda
Daha çox nəzəriyyə yönümlüdür, amma praktikaya da yer verilir. Məsələn, zaten iqtisadiyyat elə bir fakültədir ki, yəni elə bir ixtisasdır ki, əvvəl öyrənirsən, daha sonra dataların üstündən, yəni statistikanın üstündən, qrafiklərin üstündən o öyrəndikləri oxuyursan. Yəni görürsən, əvvəl səndə o qabiliyyəti, o görüşü yaratmağa çalışır. Daha sonra bir tərəfdən sənə məlumatlar verir, bilgilər verir. Nə necə olanda bu olur, nə nədir, bu niyə belədir, bunları başa salır. Daha sonra o qabiliyyəti səndə formalaşdırmağa çalışır. Daha sonra sən artıq elə baxırsan, elə bir baxış açısı ilə olanda artıq hər şey yerinə oturur. Öyrəndiklərin də yerinə oturur, həmin o mənimsədiklərin də yerinə oturur və yəni əzbərdən çıxır. Yəni zaten əzbərlə eləməyə çalışsaq belə məncə o iqtisadi təfəkkür yaranmır. Zaten ona baxanda yenə o şeyi başa düşə bilmirsən. Yəni ən azından məndə elə idi. Yəni mən bəzi şeyləri tuzdurana qədər, mənimsəyənə qədər, yəni baxırdım da başa düşmürdüm. Yəni ya da ki eləyirdim, amma soruşsalar ki, niyə bunu belə eləmirsən? Yəni cavab verə bilmirdim ki, bizdə heç bir qapalı sual yoxdur Bilkəntin imtahanlarında. Hamısı açıq suallardır, esse tipli suallardır və orada sən yəni onu izah edə bilmədinsə balın gedir. Yəni orada aldığın cavabın heç bir yəni ora aidiyyatı yoxdur. Belə. Çox sağ ol. Mən yenə çox razıyam. Hətta sən dediklərini anlamaqdan daha çox hiss elədim. Son bir ilim gözümün qabağından belə keçdi. Ə, İndi isə vermək istədiyim sual daha çox Bilkənt hocaları ilə əlaqəlidir. Hocaların belə deyək yanaşması necə idi? Hamımız bilirik ki, Bilkəntin müəllim heyəti və bəkanında çox güclü olan insanlardan ibarətdir. Bəs onların yanaşması, xüsusən xarici tələbələrə yanaşması necə idi? Deməli, xarici tələbələrə ümumiyyətcə mən onların yanaşmasında, yəni neqativ bir şey mənə dərs deyən müəllimlərdən hiss eləməmişəm. Amma ümumi olaraq Bilkəntə biri gəlsə və gəlmək istəyənlər əgər məni izləyirlərsə, yəni Bilkəntdə bizim çox yaxşı yanaşan, çox pozitiv müəllimlərimiz, müəllimələrimiz var. Amma yəni tələbə dostu olmayan müəllimlərimiz də var. Yəni bunu nəzərə almalıdırlar. Zaten Bilkəntin biraz müəllimlərini e, belə Google-da yox da bəzi digər platformalarda falan araşdırsaz, illaki qabağınıza çıxar. Yəni adı ilə tanınan müəllimlərimiz var. Təbii ki, öz professionallığına görə tanınan müəllimlərimiz də çoxdur. Amma necə deyim, biraz tələbələri necə deyim, imtahanları ilə yoran, dərsləri ilə yoran, zaten dərslərin hamısı yorucudur, amma elə müəllimlər var ki, o prosesi sizin üçün rahatlaşdırır. Elə sevdiyim müəllimlərimiz də var. Xətrini istədiyim, amma bizi çox yormuş olan müəllimlərimiz də var. Yəni bunu Bilkəntə gələndə buna hazır olmalısınız və qaydaları çox sərtdir. Bu qaydalar bəzən insanlar yorur, bəzən də müəllimlər o qaydaların çoxuna çıxa bilmirlər. Amma bəzən də özləri istəmirlər çıxmaq, nə yalan deyim. Çok sağ ol. Həqiqətən obyektiv düşüncələrini bölüşdüyün üçün və sən düzgün bir, mənim çox xoşuma gələn bir söz işlətdin ki, tələbə dostu olmayan müəllimlər. Yəni məncə bu dünyanın bütün universitetlərində bu müəllimlərdən var ki, onlar tələbə dostu deyil və bizi yorurlar. Ancaq buna rəğmən düşünürəm ki, bir şəkildə biz artıq xarici gedib çıxırıqsa, məsələni həll eləyə bilirik. Ona görə də düşünürəm ki, qorxmayaq, amma ehtiyatlı olaq. Düzdür, çox düzdür. Çox sağ ol. İndi isə düşünürəm ki, bizim bonus suallarımız var. Gəlin onlara keçək. İlk sualımız yataqxana ilə əlaqəlidir. Təəssüf ki, bəzən tələbələr narahat ola bilirlər yataqxanalar haqqında. Sən bu mövzuda məlumat verərdin. Aha, mən ümumiyyətcə ilk ilimi full yataqxanada qalmışam. Bizdə Bilkəntdə yataqxanalar yəni hər cür var. 2 nəfərlik, 3 nəfərlik, 4 nəfərlik. Mən 2 nəfərlikdə qalmışam. Və bizdə yəni ümumiyyətcə özəl universitetlərlə dövlət universitetlərinin yataqxana qiymətləri arasında çox böyük fərqlər var. Yəni mənim yataqxanam məncə bir ildən filan sonra mənim illiyimin qiymətinə gəlib çıxacaq. Bir də mən məsələn necə deyim, rahatçılığıma görə bahalı yataqxanada qaldım.
Hansı ki, necə deyim, bəzən qıraqdan baxan deyər ki, niyə də, yəni o boyda pul verirsən o yataqxanaya. Amma bilmirəm, ilk ildir deyə birdən-birə riski çətin bir mühitə düşərəm deyə çox qorxdum. Ona görə elə ən rahatında olmağa qərar verdim. Çox sağ ol. Bildiyim qədərilə Bilkentin yataqxanaları da elə kampusda yerləşir də elə. Hı. Aha, tamam. Düşünürəm ki, kampusda qalmaq yəni daha rahat bir optiondur. Çünki mən bu semestr, yəni 2 semestrdə e, belə deyək, kampusdan kənarda qaldım və biraz əziyyətli oldu mənim üçün. Ona görə kampus yataqxanalarına tələbələr önəm versələr yaxşı olar. E, Düzdür, düzdür. Rahatçılıq verir. Bəli. Digər vermək istədiyim sual isə düzdür, nə qədər Türkiyənin mədəniyyəti bizə oxşasa da, qardaş ölkə olsaq da düşünürəm ki, bəzi mədəni şoklar yaşamışıq hər birimiz və səndə bu necə olmuşdu? Ə, Düz deyirsən, Türkiyə bizə çox yaxın mədəniyyətə sahib bir ölkə olsa da, məsələn, mən ilk gedəndə, ilk yadımdadır ki, getdim, valideynlərim gedəndən sonra idi, səhv eləmirəmsə, ə, taksi axtarırdım. Ə, Deməli getdim, görürəm, soruşuram ki, necə taksi tapa bilərəm də. Deyirlər ki, gedin o düyməyə basın gələcək. Bakıda belə bir şey yoxdur. Yəni ən azından mən görməmişdim o vaxta qədər. Mən çox qəribə gəldi. Mən basandan sonra da fikirləşdim ki, əş bu nə vaxta gələcək də. Yəni heç fikirləşmədim ki, bu tez gələr də. Normalda bizim zakaz elədiyimiz vaxtdan, məsələn, Bakıda zakaz elədiyimiz vaxtdan daha tez gəlir. Sonra gördüm ki, gəldi. Mən o çox qəribə gəlmişdi. Çünki bizdə olmayan bir sistemdir. Çox sağ ol. Həqiqətən yəni belə xırda görünən bəzi nüanslar var ki, biz tələbələrə yəni fərqli gələ bilir və bəyimin qeyd elədiyi də onlardan biridir. Digər bir sualım isə bundan ibarətdir ki, sən ən çox nə üçün darıxmışdın bu bir il ərzində? Mən bir il ərzində bir ailəm, iki yeməklərimiz. Məncə, yəni Türk mətbəxi bizimkinə yaxın olsa da, məncə çox fərq var ya ortada. Yəni bizim öyrəşdiyimiz kimi deyil tam olaraq. Onlar daha baharatlı yeməklər üstünlük verirlər. Bizdə o dərəcədə deyil. Məsələn, o məndə də, mənim tanıdığım çox insanda da bizim ilk vaxtlarda problem yaradırdı. Düzdür, haqlısan. Digər bir sual isə belədir ki, xaricdə yaşamaq haqqında ən böyük mif nədir? Məncə xaricdə yaşamaqla ya xaricə təhsillə. İstəyirsənsə hər ikisini qeyd edə bilərsən. Həm yaşamaq, həm xarici təhsil. Hə, ilk xaricə təhsillə bağlı olan deyim, yadıma düşmüşkən. Mən əvvəl elə bilirdim ki, yəni ümumiyyətcə elə bir şey gəzirdi ki, ortada. Sən xaricdə oxuyub qayıdanda belə bütün qapılar sənin üzünə açılacaq, bütün şirkətlər səni götürəcək. Ə, Bu belə deyil, yəni bu müftə şəkildə gəlmir, yəni sırf xaricdə oxumusan deyə. Əsas sənin o xaricdə oxuduğun müddətdə qazandığın bacarıqlardır. O bacarıqları burada Azərbaycanda oxuyan birisi də qazanmış ola bilər. Sadəcə xaricdəki universitetlərdə məsələn bunu daha necə deyim, bəlkə daha yaxşı bu təhsili veriblər desən, bacarıqları qazanma şansın daha yüksəkdir. Amma yəni əsas sənin bilik və bacarıqlarına baxılır və biraz fürsətləri özün axtarmalısan, özün çalışmalısan. Çünki okey bir plus ola bilər, amma bu sənin üçün yəni bütün qapıların açarı deyil. Xaricdə yaşamaqla bağlı, məsələn, ümumiyyətcə bizim gördüklərimiz, məsələn, hətta mən ilk gedəndə də elə idi. Mən qıraqdan baxanda da, yəni hamının həyatı çox rəngli görsənirdi. Çox belə gəzmək, əylənmək. İlk getdiyimiz vaxtlar elə idi hardasa. Məsələn, zaten ona çalışırdı. Məsələn, Bilkentdə orientasiya günləri var idi. Zaten onlar çalışırdılar ki, elə keçirtsinlər. Universitet də onu elə eləməyə çalışırdı ki, maraqlı olsun uşaqlar universitetdən tanış olsunlar. Rəngli olmağına rənglidir məncə, amma yəni zaten ilk vaxtlardan sonra, sentyabr ayı qurtarandan sonra o gedir, yəni gəzmək, əylənmək.
dərslərlə necə deyirlər, belə tək qalırsınız. Amma məncə yenə də hər situasiyanın içində ə, əylənməyə dəyər anlar tapmaq çox önəmlidir. Çünki dərslərimiz nə qədər çətin olsa da, yəni hamının bir tələbəlik həyatı var və necə deyim, bu anları gözəl qiymətləndirmək, gözəl keçirtmək, bu yaşlarımızda daha dolu-dolu yaşamaq önəmlidir. Çox sağ ol. Mənə yenə razıyam sənin fikirlərindən. Son olaraq belə bir sualımız var ki, bütün bu prosesi üç sözlə ifadə etsəm, bunlar hansı sözlər olardı? Bu proses məncə çox inkişaf etdirici, çox yorucu və çətin prosesdir. Amma məncə hər anına dəyər, çünki nəticə etibarilə hamısı bir təcrübədir və sizi böyüdür. Çox sağ ol, çox təşəkkürlər. Əslində bizim vermək istədiyimiz suallar bunlardan ibarət idi. Bir çox nüansa toxunmağa çalışdıq və düşünürəm ki, çox faydalı bir müsahibə oldu. Sənin xüsusi olaraq əlavə etmək istədiyin nələrsə varmı? Belə xüsusi olaraq yox, amma ümumilikdə onu demək istəyərəm ki, burdan gənclərimizə məsləhətim odur ki, daim özlərini inkişaf elətdirməyə açıq olsunlar və bayaq da dediyimiz kimi, vurğuladığımız kimi, həyat sizə çoxlu sürprizlərlə gələ bilər. Çətinliklər də qabağınıza çıxa bilər, amma bunu heç vaxt unutmasınlar ki, çətinliklər müvəqqətidir. Əsas olan ümidinizi və inamınızı itirməməyinizdir. Və əlimizdən gələn qədəri ilə də bizlər də gənclərimizə kömək olmağa çalışırıq, bizdən sonra gələnlərə. Nə sualları olsalar da sənə, mənə, yəni ya bu videonun kommentlərinə yönləndirə bilərlər. Biz hamımız əlimizdən gələni eləyəcəyik cavablandırmaq üçün. Bir daha çox təşəkkür etmək istəyirəm mən sənə. Bəyimə yazdım, yəni dəqiqən mənim təklifimi qəbul elədi və həqiqətən də biz özümüz hazırlaşarkən biz çox istəyirdik ki, kimlərsə tapaq, çox həvəsli idik, bir-birimizdən məsləhətlər almağa çalışırdıq. Amma indi məsəl üçün Gəzən Beyinlər kanalında ilk iki belə deyək sezon biz 30-dan çox müsahibə götürdük. Dünyanın fərqli-fərqli ölkələrində fərqli-fərqli təqaüdlər qazanmış tələbələrlə və gün keçdikcə tək Gəzən Beyinlər deyil də bu tipli digər layihələr də artır və tələbələrin məlumat götürmə belə deyək faizi də artır və bu çox sevindirici bir haldır. Biz də bunun kiçik bir hissəsi olmağa çalışırıq. Ona görə ümid edirəm ki, bu müsahibə həqiqətən də faydalı oldu və bəyimin də qeyd etdiyi kimi suallarınızı kommentlər hissəsində hər birimizə ünvanlaya bilərsiniz. Ümumi olaraq bu qədər. Bir daha təşəkkürlər. İzləyicilərə də çox təşəkkür edirik ki, müsahibəmizi izlədilər. Mən də çox təşəkkür edirəm.